8-ci fəsil. Səhəri gün çox gözəl əhval-ruhiyyədə oyandım. Yalnız dünən içkidən suyu istifadədən sonra boynumda yüngül ağırlıq və cüzi yorğunluq hiss eləyirdim. Hər səhər olduğu kimi gün işığı yenə də çarpayıma döşənmişdi. Adyalı bir kənara atdım. Pijamanın köynəyini çıxardıb çılpaq kürəyimi günəş şüalarının ixtiyarına buraxdım. Yanağımı bükülü qolumun üzərinə qoymuşdum. Düz önümdə mələfənin iri naxışlarını bir qədər aralıda döşəmənin taxtalarının üstündə mütərəddid halda qurdalanan milçəyi görürdüm. Şüalar isti və mehriban idilər. Sanki onlar sümüklərimə qədər işləyir və məni isitmək üçün xüsusi səy göstərirdilər. Qərara gəldim ki, bütün səhəri tərpənmədən beləcə uzanacam. Tədricən dünənki axşam yaddaşımda daha aydın canlanırdı. Annaya Sirilin sevgilim olduğunu necə dediyimi xatırladım və güldüm. Əgər sarxoşsansa, həqiqəti deyə bilərsən, heç kim inanmayacaq. Madam Ueb və onunla mübahisəmiz yadıma düşdü. Mən o tip qadınlara alışmışdım. Bizimlə mühitdə bu tip və başqa qadınlar işsizlikdən, həyatdan daha çox şey götürməyə can atdıqlarından adətən iyrənc olurlar. Madam Ueb təmkinli Annanın yanında mənə həmişəkindən daha zəhlə tökən, daha miskin təsir bağışladı. Hərçənd başqa cür mümkün deyildi. Təsəvvür eləmirəm ki, atamın qadın tanışlarından hansı Anna ilə uzun müddət qiyaslana bilərdi. Belə insanların yanında axşamı xoş keçirməyin yetərgin bir yolu var. Ya keyfli olub məzə xətrinə onlarla mübahisə eləməlisən, ya da ər-arvaddan biri ilə intim əlaqədə olmalısan. Atam üçün rahat idi. O evlə ondan ötürü bir idman idi. Tap görüm bugün mənimlə kim şam eləyəcək, sonra da yatacaq. Sorelin filmində çəkilən Balaca Mars. Düpüyünün yanına getmişdim həmin vaxt. Atam qəqqəhə ilə onun çiyninə vurur. Bəxtəvər, o da Elza kimi qəşəng idi. Uşaqlıqdır. Ancaq onların ikisinin də buna ürək qoymaları, alüdəçilikləri mənim xoşuma gəlirdi. Hətta tükənməz uzun axşamlarda lambar kafenin terrasında atama etiraf eləyəndə belə, mən təkcə onu sevmişəm, Reymon, o yaz yadındadır, o getməzdən əvvəl kişinin bütün həyatını bir qadına həsr eləməyi axmaqlıqdır. Bunda əxlaqsız, alçaldıcı, amma insani nəsə vardı. İki kişi şərab içə-içə bir-birinə ürəklərini boşaldırlar. Yəqin Annanın dostları heç vaxt özləri haqqında danışmırlar. Yəqin onların başına heç belə əhvalatlar gəlmir. Yəqin belə şeylərdən danışanda da utandıqlarından lağa qoyurlar. Hiss edirdim ki, Annanın tanışlarımıza qarşı təkəbbürlü münasibətini paylaşmağa hazıram. Onun nəzakətli və yolxucu təkəbbürünü, bununla belə 30 yaşımda Annadan daha çox dostlarımıza oxşayacağımı anlayırdım. Mən o cür laqeydlikdən, təmkinlilikdən, qaradinməzlikdən boğulardım. Əksinə, təxminən 15 ildən sonra artıq xeyli doymuş olan mən cazibədar və özüm kimi yorğun bir kişiyə sarı əyilib deyəcəyəm. Mənim ilk sevgilimin adı Siril idi. 18 yaşım tamam olmamışdı. Dəniz sahili çox isti idi. O kişinin üzünü həvəslə xəyalımda canlandırdım. Atam kimi xırda qırışları vardı. Qapı döyüldü. Mən tələsik pijamanın köynəyini geyindim və səsləndim. Buyurun. Gələn Anna idi. Əlindəki fincanı ehtiyatla tutmuşdu. Fikirləşirdim ki, bir fincan qəhvənin sizə ziyanı olmaz. Hə, necəsiz? Özünüzü çox pis hiss eləmisiniz, eləmi? Əlayam, mən cavab verdim. Deyəsən, dünən axşam biraz çox içmişəm. Həmişə adam içinə çıxanda elədiyiniz kimi. O güldü. Hərçənd boynuma almalıyam ki, məni əyləndirdiniz. Dünənki axşam bitmək istəmirdi. Mən daha nə günəşi, nə də qəhvənin dadını hiss edirdim.
Anna ilə söhbət hər zaman bütün diqqətimə hakim olurdu. Özümü kənardan müşahidə etməyə son qoyurdu. Baxmayaraq ki, məni yalnız Anna özümdən şübhələndirirdi. Ancaq onun yanında ağır və dolğun anlar yaşayırdım. Sesil, Uyeb ya da Düypüyü kimi adamlarla sizə maraqlıdır. Əslində onların davranışları dözülməzdi. Amma özləri məzəlidirlər. Anna da döşəmədə qurdalanan milçəyi izləyirdi. Mən yəqin bu milçəyi şikəst deyə düşünürdüm. Annanın uzun kirpikli, ağır göz qapaqları vardı. Təkəbbürlü görünmək ona asan idi. Heç fikir vermisiniz ki, onların söhbətləri, necə deyim, yekrəngdir, ağırdır. Müqavilələr, qızlar, kübar məclislər haqqında mübahisələri dinləmək sizi bezdirmir. Bilirsiniz, dedim, mən 10 il monastırda yaşamışam. O adamlarsa pozğun həyat tərzi keçirirlər. Və mənim üçün bunda hələ də müəyyən bir cazibə var. Sadəcə xoşuma gəldiyini etiraf eləməyə cəsarətim çatmadı. Axı artıq 2 ildir, o dedi. Hərçənd burada mühakimə eləmək ya da öyüd nəsiyyət verməyin xeyri yoxdur. Bu ruhi vəziyyət 6-cı hiss məsələsidir. Görünür, mən ondan məhrum idim. Açıq-aşkar hiss eləyirdim ki, bu baxımdan məndə nə isə çatmır. Anna, mən gözlənilmədən soruşdum. Sizcə mən ağıllıyam? O, sualın bu qədər açıq verilməsindən təəccüblənərək güldü. Əlbəttə, niyə soruşursunuz? Əgər mən axmağın yekəsi olsaydım, siz yenə eyni cavabı verərdiniz. Mən dərindən nəfəs aldım. Hərdən sizin üstünlüyünüzü o qədər kəskin hiss edirəm ki, bu sadəcə yaşla bağlıdır. Əgər mənim özümə inamım sizinkindən biraz artıq olmasaydı, bu kədərli olardı. Mən sizin təsiriniz altına düşə bilərdim. O güldü. Mənim xətrimə dəydi. Bəlkə bunda qorxulu heç nə olmazdı. Bu fəlakət olardı, o dedi. Birdən Anna zarafatçıl səs tonunu dəyişdi və düz gözlərimin içinə baxdı. Özümü pis hiss elədim. Elə adamlar var ki, söhbət zamanı mütləq sənin gözlərinə baxırlar. Bəzən hətta onları dinlədiyinə əmin olmaq üçün lap yaxınına gəlirlər. Mən indinin özündə də bu cür davranışa alışa bilmirəm. Söz düşmüşkən, onlar yanlış düşünürlər. Çünki belə hallarda mən yalnız bir şey haqqında fikirləşirəm. Onlardan necə qaçım, canımı necə qutarım. Mən hə deyə mızıldanıram. Ayağımın birini götürüb o birini qoyuram və ilk fürsətdə otağın o biri başına qaçıram. Onların qarayaxalığı, özəl olmaq iddiaları məni dəli eləyir. Xoşbəxtlikdən Anna mənə bu yolla sahib olmağa ehtiyac duymurdu. O gözlərimə baxmaqla kifayətlənirdi və onunla söhbət zamanı adətən özümə verdiyim laqeyd, etinasız görkəmi qorumaqda çətinlik çəkirdim. Bilirsiniz, Uyeb kimi kişilərin axırı adətən necə olur? Mən ürəyimdə əlavə elədim. Və atam kimi. Hasar dibi. Mən zarafata saldım. Vaxt gəlir, onlar öz cazibələrini və necə deyərlər, formalarını itirirlər. Daha içə bilmirlər, ancaq yenə də qadınların xəyalını qururlar. Lakin artıq buna görə pul ödəməli, tənhalıqdan qurtulmaq üçün saysız-hesabsız xırda güzəştlər etməli olurlar. Onlar gülünç və bədbəxtdirlər və elə onda sentimental, tələbkar adama çevrilirlər. Bu cür tamamilə alçalmış nə qədər kişi müşahidə eləmişəm. Yazıq Uyeb, mən dedim. Özümü çox pis hiss elədim. Həqiqətən mənim atamı da belə bir sonluq gözləyirdi. Hər halda Anna onu öz himayəsi altına almasaydı, gözləyərdi. Siz bu barədə düşünməyibsiz. Anna güclə seziləcək mərhəmətli təbəssümlə dedi. Siz gələcək barədə nadir hallarda düşünürsünüz. Elədir, gəncliyin belə bir imtiyazı var. Xahiş edirəm gəncliyimi başıma qaxmayın, dedim.
Mən heç vaxt onun arxasında gizlənməmişəm. Onun mənə xüsusi imtiyazlar verdiyini ya da nəyəsə bəraət qazandırdığını da düşünmürəm. Onun mənim üçün əhəmiyyəti yoxdur. Bəs sizin üçün nəyin əhəmiyyəti var? Rahatlığınızın, müstəqilliyinizin? Mən belə söhbətlərdən qorxurdum. Xüsusilə də Anna ilə. Heç nəyin. Özünüz bilirsiniz ki, mən demək olar ki, heç nə haqqında düşünmürəm. Sizə də, atanıza da biraz acığım tutur. Heç vaxt heç nə barədə düşünmürəm. Heç nə bacarmıram. Heç nə bilmirəm. Belə olmaq xoşunuza gəlir? Mənim özümdən xoşum gəlmir. Özümü sevmirəm. Sevməyə də can atmıram. Ancaq hərdən siz mənim həyatımı çətinləşdirirsiniz və buna görə sizə biraz hirslənirəm. Anna fikrə gedərək nə isə zümzümə eləməyə başladı. Melodiya tanış gəlirdi, amma nə olduğunu yadıma sala bilmirdim. Bu hansı mahnıdır, Anna? Mənə əziyyət verir. Özüm də bilmirəm. O yenə gülümsədi. Hərçənd üzündə cüzi məyusluq ifadəsi vardı. Uzanın, istirahət eləyin. Mən isə ailənin intellektual səviyyəsini başqa yerdə araşdıracağam. Bəs necə? Mən fikirləşdim. Atam üçün belə problem yoxdur. Onun verəcəyi cavab qulaqlarımda səslənirdi. Anna, mən heç nə haqqında düşünmürəm. Çünki sizi sevirəm. Və nə qədər ağıllı olsa da mütləq bu cavab Annaya inandırıcı görünəcək. Mən yavaş-yavaş, ləzzət ala-ala gərnəşdim və təzədən yastığı qucaqladım. Annaya dediklərimə rəğmən çox fikirləşirdim. Təbii ki, Anna məsələni qəlizləşdirir. 25 ildən sonra atam içkiyə və parlaq xatirələrə cüzi meyli olan 65 yaşlı, çal saçlı, yaraşıqlı kişiyə çevriləcək. Biz bir yerdə gəzib dolanacağıq. Mən ona öz macəralarımdan danışacağım, o da mənə məsləhətlər verəcək. Başa düşürdüm ki, Annanı gələcəyimizdən silirəm. Amma bacarmırdım. Orada ona yer tapa bilmirdim. Bizim o səliqəsiz, gah boş, gah da çiçəklərlə dolu, kənar adamların burnuxduğu, yad səslərin gəldiyi, kimlərinsə çamadanlarının ayaq altında dolaşdığı mənzilimizdə səliqə sahmanın, sükutun, harmoniyanın, Annanın ən dəyərli sərvət kimi hər yerə apardığı şeylərin hökm sürəcəyini təsəvvür eləmirdim. Mən sıxıntıdan öləcəyimdən çox qorxurdum. Düzdür, Sirilin sayəsində fiziki sevgini dadandan bəri Annanın təsirindən daha az çəkinməyə başlamışdım. Ümumiyyətlə, bu sevgi məni çox qorxulardan xilas eləmişdi. Ancaq mən ən çox darıxmaqdan və sakitlikdən qorxurdum. Atamla mənə daxilən rahat olmaq üçün zahiri burnuxma lazım idi. Amma Anna buna heç vaxt yol verməzdi.